Bax, bunlar kimlərdir bilirsiniz? Bu Tacik mollasıdır ya din xadimdir, nədir? Nəysə bu həmin adamdır. Türklərə qarşı deməli kampaniya başlayıb. Rusiyanın agentləridir. Bax, Rusiyanın diversantıdır. Burada da yazıblar ki, Same горды древние ишаки. Yəni bunlara heç eşşək sözü də demək düzgün deyil də bu yetimçələrə, bu meymunlara. Eşşək işləyir, abırlı heyvandır, yaraşıqlı. Onun adını istifadə eləmək olmaz belən ki, bax bu alçaqlara. Görün, bu adam o günü Özbəkdən danışır. Buxara, Səmərqənd deməli taciklərindir, orada taciklər yaşayır. Sadəcə deyir türkləşdiriblər. Ay kişi, mən bu türkləşdirib sözünü eşidəndə bax deyirəm də Gürcünün cavabını təzə verdim də. O biri Qafqazın xalqlarının cavabını verirəm. Erməninin. İndi bu tacik elə bil ki, o olimpiyada estafetası olur, ötürürlər bir-birinə. İndi bu estafetanı ötürürlər taciklərə, taciklər başlayır. Mən bunlara da deyirəm də, ay tacik, deyirsən türkləşdiriblər. Birinci get anaya. Qardaş, anaya irad tut. Anaya de, ay ana, axı sənin Türkdə nə işin var? Türkün qoynuna niyə gedib atlanırsınız? Türkün qoynuna ki, biz də bilmirik kimi. Bax, bu taciklər bir qeyrətdir. Nəyə görə deyirəm? Mən elə o 60-cı illərdə əskər vaxtında Ruslar bunları çamo yox, çamo demək. Nökər ayaqlarını yuduzdurub. Yəni Qafqaz uşaqları, yəni biz də onu görsəydik, Rusların başını əzirdik. Əgər kimsə yəni o deyir, qaralara da, Ruslar qaralar, bizə qara deyirlər də, qaralara qarşı əlbəttə biz. Amma deyirəm, görün, nə qədər alçaqdırlar. Bunları həmişə alçaldılar. İndi bu adam, qardaş, evində ayaq yolu var, tualet var. Adam öz evindəki, öz ölkəsinin şəhərdə tualet yuymaq ayıb deyil. İndi mən Bakıda tualet yuysam, qardaş, kim mənə deyə bilər ki, bu məsələ ayıbdır, nə ayıbdır? Təmizlə öz xalqı sevinməlidir, insan sevinməlidir ki, belə bir gələk ürək olar, güclü adam olar ki, onu eləyə bilər. O ağır işdir, çətin işdir, ancaq biz qədrini bilmirik elə adamların. O eləməsə, sən tualetə gedə bilmərsən. Başa düşdünüz? Təmizlik eləməsə gedə bilmərsən. Sən eləyəcəksən, ona görə ölənki adamların qədrini bilmək lazımdır. Qardaş, mən Bakıda tualeti deməli yoxdur, yaxşı, təmizləməyə gedir. Moskvada, Peterburqda, mən o 90-cı illərdə də orada olanda gördüm ki, taciklər ayaq yolu təmizləyirlər. Deyirdim, ay qardaş, niyə? İş yoxdur. Hətta Ruslar da bunları bir aşağılayırdılar, aşağılayırlar. İndi baxıram ki, bəlkə də düz eləyiblər. Bu alçaq. Bu bir qeyrət. Durub Azərbaycanı Tacikə Özbəyə lağa qoyur. Orada Səmərqənd, Buxara bizimdir. Görün, qədim xalq gedib başqa ölkədə tualet təmizləyər. Qədim sivil xalq, özünü sayan, özünü farsa verən. Mən bunları deməli anlamırlar bunlar. Nə qədər səfehtdilər ki, Makedonski məhv edib o xalqı. Yoxdur. O fars yoxdur ki, arvadlarını qoyub qaçıblar. Yoxdur o illər. Bunlar fransızların köpəkləridir. Bilinmir nə xalqdır da. İndi o fars dili danışır, o özünü dini qəbul edib, müsəlman dinidir, elə bilirlər ki, müsəlmanlar. Bunlar da özlərini oxşadır o bir qeyrətlərə, deməli belə. Bu özdə həmişə gözü yumuldur, bax, yatır, alçaq olur, kəpəni də bağlayıb özünü müqəddəsdir. Bunlar deməli 90-cı illərdə
gedib bu işlə məşğuldurlar. Mən deyirdim ki, axır özünkünü də mən ümumiyyətlə deyirəm ki, onların o məmurları da ayıbdır. Yəni bu nə qədər də məmur da bir qeyrət olmalıdır ki, bax mənim qardaşımdır, mənim xalqımdır, gedib niyə orada alçalmalıdır? Öz ölkəsində alçaqlıq deyil, başqa ölkədə alçaqlıq da alçaq kimi baxırlar. Bax onu demək istəyirəm. Gəlib indi bizə lağ edir. Gəlib bizə, ay kişi, deyir bunlar kimdir? Deməli 1830-dan danışır, tarixdən başı çıxmayan adam. 1830-da deyir Rusiya işğal edəndə Azərbaycanı İranla deməli öz aralarında Azərbaycanı bölüblər. İran kimdir? İran Azərbaycandır, İran Türk torpağıdır. Bu qanmaz. Qanmaz. Bilməyən şeyi danışırlar. Bax ona görə deyirəm ki, hər bir Azərbaycanlı biganə qalmayın. Belə insanlar çoxdurlar da indi. Onun fəhləsi də, onun idmançısı da, onun aktyoru da, onun məmuru da, deputatı da deməsin ki, it hürüyər, karvan gedər. Xeyr, İtülməklə də itin ağzını bağlamaq lazımdır. Ağılla. Ağılla bağlayın. Bax bu qədər. Yəni istəyirəm deyəm ki, elə deyirsiniz də itülür. Niyə hürməlidir? Niyə alçaltmalıdır? Özləri alçaq ola kişi gedib analarına irad tutmurlar ki, ay ana, ay əxlaqsız qadın. Gedib türkün qoynuna niyə giribsən ki? Mən də bilmirəm, tacikəm, türkəm, gürcüyəm, erməniyəm, ərəbəm, yunanam, fransuzam, ha? Alçaqlar. Nə qədər demək olar? Bax budur, görürsünüz ha? Deyir, xərcləməyə pulun deməli yeri olmasa, gedin orada daş atın. Kəpəni geyinin, daş atın, pulunuzu ora xərcləyin. Yəni belə düşüncə ilə ərəb qayda qanunla bax bu dildə olacaq da. Əlbəttə belə adamlar aşağılayacaq. Bu ərəb qayda qanunları varsa, belə adamlar əlbəttə çıxacaqlar, aşağılayacaqlar, başlarına nə gəldi danışacaqlar. Ona görə də hər bir insan Azərbaycanlı cavablarını verməlidir. Biganə qalmayın, ay it hürür, karvan keçir, qardaş. Bu belə. Həm də ki, o ruslar ki, deyəndə ki, bizim çörəyimizi yeyirlər, qardaş. Mən bu hamıya deyirəm ki, ruslar 1899-cu ildə gəlib bizim çörəyi yeyirlər, indi də yeyirlər. Türk torpaqlarında yaşayırlar da, Rusiya Türk torpağında qurulub, necə? Haylara, Hayastan, Azərbaycan torpağında qurulub, necə? Fars köpəklərinə, Tehranda, Cənubi Azərbaycanda hakimiyyətə gətiriblər. Yəni Gürcü də Türk torpağında, ətrafımız hamısı Türk torpağında yaşayır. Baxın, Rusu, Farsı, Ermənisi, Gürcüsü və bizi aşağılayırlar və bizə sürürlər. Və deyirlər, siz kimsiniz? Ay kişi, Türkün torpağında dövlət yaradıblar. Rusudur, Farsıdır, Ermənisidir, Gürcüsüdür. Gəlib bizlə əlləşir. Görürsünüz, deyirlər ki, biz yeyirik olan çörəyi. Hamıya deyirəm, yəni kimsə Rusiyada gedib pul qazanır, yadından saxlayın. Birinci orada o avtoritetlər sağ olsunlar ki, qoruyub saxlayırlar bizim o uşaqlar gedir orada əziyyət çəkir. Bazarlarda, marketlərdə işləyirlər. O bütün hamısı bizim Azərbaycanlı oğullarımız var. Onlar hamısı onu idarə edirlər. Baxmayın, avtoritetin sözü həmişə sözü keçən olubdur ömürlərlə, əsrlərlə belə adamlar olubdur. Ona görə də bax, bütün belə sadə xalqlar demək olar ki, onların sayəsində yaşayırlar. Və həmişə Rusun üzünə də vurmalısan ki, Diyeš наш хлеб, Diyeš азербайджанский хлеб, и живешь, существуешь на азербайджанских деньгах.
Oh, bax belə deməlisiniz. Onlara deməyəndə onlar elə bilirlər ki, hamı bunlara borcludur. Ruslar borcludur bizə. Ömürlük borcludular. Dərbəndi tutublar. Farslarda bizim torpaqda onların özləri Farsı gətirib fransızlarla 1925-də Pəhləviləri. Demirəm 1830-da tutdular, onlara yaratdılar. Bu Hind qaraçılarıdır da, bilirsiniz bu farslar. Axı deyirsən, elə bil ki, səfehdir. Bütün dünya elə bir səfehdir. Amma fransızlar deyir, bunlar bizim əldə qalmadı da. Necə Vatikan deyir ki, Fələstin bizim yaratdığımız xalqdır. Bu nə müsəlmandır, nə xristiandır. Amma bizim səfehlər deyirəm da, bizim o gədə-güdələrimiz necə bunları müdafiə edirlər. Oturub Bakıda Fələstin, fərs, ağzı deyim sizə də, o ağzınıza o deyil, ağrı, əyri ağızla ki çıxırsınız, müsəlman bilmirsiniz kimdir, nəçidir, danışmayın. Bunlara cavab verin. Bunlara bu yetimçələrə. Bax bu qədər. Sağ olsunlar elə avtoritetlər Rusiyada qoruyurlar Azərbaycanlıları. Bax belə bu qədər.